Salam izleyiciler. Bugün ben sizlere Eyler Akademiyanın keçirmiş olduğu sınavdan 19 nömrəli sualın izahını vereceğim. 19 nömrəli sualda deyilir ki 3 sinüs kvadrat x üstəgəl 4 sinüs x çıx 7 bərabər 0 tənliyini 0 pi parçasına daxil olan kökünü tapın deyir. Əslində konkret bir kök istəyir, onun içərisində seçə bilərik. Amma gəlin bu sualın ümumi həll üsuluna baxaq. Demək, burada nə edirik? İlk öncə sinus x-ə bir y ilə əvəz eləyək. Və y-in ala biləcəyi qiymətlər unutmayaq ki, -1-dən müsbət 1-ə qədər dəyişəcək. Çünki sinus x-in aldığı qiymətlər -1-dən müsbət 1-ə qədər dəyişə bilirdi. Bundan sonrasında 3y kvadratı üstəgəl 4y çıx 7 bərabərdə 0 deyə bir kvadrat tənliyi alırıq. Kvadrat tənliyin köklərinin qaydasından istifadə etsək bilərik ki, burada köklərdən bir dənəsi mütləq şəkildə 1-ə, ikinci kökü isə sərbəst sədd bölünsün baş ədəd əmsalına bərabərdir. İkinci kökün aldığı qiymət -2,1 qiyməti bizdə verilən şərtə daxil deyil. Yəni -1-dən müsbət 1-ə daxil olmadığı üçün cavab kimi götürülmür. Bizim axtardığımız bir qiymət var. O da ki, sinus x bərabərdir 1 tənliyinin həllindən gəlib çıxır. Sinus x bərabərdir 1 tənliyini də həll etdiyimizdə x bərabər olur. Pi bölünsün 2 üstə gəlinsin 2 pi k olurdu. Bizə lazım olan 0 pi parçasına daxil olan kökü olduğu üçün k-nı yerinə 0 götürdüyümüzdə x-in qiyməti pi bölünsün 2-yə bərabər olur ki, pi bölünsün 2 cavabı da bizdə verilibdir A variantında. Demək, bu sualın düzgün cavabı olacaq A variantı. Sağ olun, növbəti videolarda görüşənədək.